1950-ci ildə BMT-nin Baş Assambleyası tərəfindən qeyd olunması qərarı alınıb. Bundan sonra iyunun 1-i uşaqların beynəlxalq müdafiəsi günü kimi tarixə düşüb. Ölkəmizdəki uşaqların inkişaf, iştirak, müdafiə, yaşamaq hüququ var. Mən və mənim dostlarım, biz fəxr edirik ki, Azərbaycanda yaşayırıq. Bu dünya hamıya beşidir, bu dünya hamıya anadır. Uşaqlar dünyanın sabahı, uşaqlar sabaha can atır. Arzular gül açıp güləsin, torpaqlar sevinsin həmişə. Güneşə dil açıp diləsin, uşaqlar sevinsin həmişə. Sülh olsun, yeryüzü gül olsun, uşaqlar böyüsün firavan. Güneşin nuruyla yuyulsun, bu yerler, bu göyler, bu cahan. Arzular gül açıp güləsin, torpaqlar sevinsin həmişə. Güneşə dil açıp diləsin, uşaqlar sevinsin həmişə. Böyüklər bəsinə sorursun, cavabı sualı uşaqlar. Beləcə böyüyüb boyasın, atalı analı uşaqlar. Arzular gül açıp güllensin, torpaqlar sevinsin həmişə. Güneşə dil açıp dillensin, uşaqlar sevinsin həmişə. Arzular gül açıp güləsin, torpaqlar sevinsin həmişə. Güneşə dil açıp diləsin, uşaqlar sevinsin həmişə. Bu dünya hamıya beşidir. The most poisonous disease releases a smile on the face of a child. Happy Children's Day to every kid in the world who has spoken to us.